yaxşıyam. Müəllimlərimiz toplaşdın, başlayaq müəllimi. Bugün təzə dərs keçərik müəllimə, yoxsa necə? Baxacam vəziyyəti görüm, elə bu sınaqlar işləyib bitirə bilmisinizmi? Suallarınızı cavablandıra bilirikmi? Ola bilsin bugün funksiya bölməsini tam yekunlaşdıraraq birinci gün, yox ikinci gün hissədə mənim dərsim. İkinci gün inşallah sıfırdan başlayacağım, trigonometrini izah edəcəm. İzah edəcəm, sonra birlikdə misallar yazacağıq Topldan inşallah. Herkesin akşam xeyir olsun müəllimlər, xoş gəldiniz. Başlayaq biz dərsimizə. Canım Üzr sayın sesim. Deməli müəllimlər, nə keçmişdi? Keçən dəfə geçmişik funksiyaları, sınaqları yəqin ki yazmışsınız. Sınaqlardan kimin sualı var? Hansı sınaqdan sualı olanlar varsa yazın çata. Sara müəlliməm, siz mənə şəxsimə göndərmişsiniz, amma mümkün siz çata yaza bilərsiniz müəllimə, yoxsa? Sara müəllim, buradasınız. Kimin hansı sınaqdan sualı var müəllimlər? Sara müəllimə yazıb burada, özü yoxdur Sara müəllim deyəsən. Ümumi sınaqda 38, 41, 42, 46 kim yazsa zəhmət olmuş deyər, mən deyərəm, eyb yox. Gəl mən müəllimlərdən kimin sualdı bilmirəm, görürüm kimin sualdı bilmirəm, adı məndə yoxdur. Ümumi sınaqdan 38, 41, 42, 46, gəlin birlikdə buna baxaq ümumi sınaqdan. Bu da 41. Bu ne bilir? Deməli, ümumi sınaqdan müəlliməmizin sualı, bilmirəm hansı müəllimlik sualı var. Eşitirsin müəllimlər məni, səsim gəlir. Bəli, gəlir müəllimə. Deməli, biri 41-dir. Müəlliməmizin sualı budur ki, yəqin ki, bu belədir müəllimlər, yəqin ki, çox güman ki, belədir. Olarsa dedi, f(x)i tapın. Bunu tapmanın qaydası nə demişdim mən? Demişdim ki, görürsünüz ki, burada f-in mötərizənin içindəki bir dənə dəyişəndir. Ona görə də siz də bu mötərizənin içərisində toplumda ümumisində bir dəyişən deyin. 3 bölünsün x-ə 1 t deyin. Düzdür? Yəni, belə yazacaqsınız. Qoy müəllimə yazım yuxarıdan. Bir yazım. Deməli, bu mötərizənin içi ki var. 3 bölünsün x mötərizə olmalıdır bura. 3 bölünsün x-ə bir t deyəcəm. Yəni, olacaq f t bərabər. Bəs buradakı x-in yerinə yazacağım. Baxın, burada x-lər var. Bu x-in yerinə mən buradan tapacağım. Bax, buradan x-in yerinə yazacağım. 3 bölünsün t. Yəni, yazacağım 4 bölünsün. X-in yerinə yazacağım 3 bölünsün t. Üstəgəl 2. Və bunu orta məxrəcə gətirsək, 4 bölünsün. Məxrəcdə olacaq t-də 3 üstəgəl 2 t. 4-ü də məxrəcə böləndə tərsinə vuracaq. Olacaq 4 t bölünsün 2 t plus 1. X-lə ifadələsək, yəni t-nin x-lə ifadələsək, 4x 2x plus 1. Cavabımız bu. 4x bölünsün 2x plus 1. Hanı yoxdur axı? Mən səhv yazmışam. Yox, 2x plus 3-dür bu, hə. Mən səhv eləmişim. 4x bölünsün 2x plus 3. O da gördüyünüz kimi A variantında, bəli.
3'ü 1 yazmışdım ona göre. Sonra növbəti sualımız ümumi sınavdan 41. 41'e baxdım. Bundan qabaq 38 vardı. Gəlin baxaq müəllimlər. Yazanlar təkərləmiş olsun, yazmayanlar da öyrənmiş olsun. Deməli 38-də nə deyir? Deyir ki, funksiyaların qrafikləri neçə nöqtədə kəsişir? Yəni bunlar bir-birinə bərabərləşdirmə alınan tərin neçə həlli var demək istəyir. Yəni yazın müəllimə kəsişir deyəndə kəsişir deyəndə modul 9 çıxılsın x kvadratı bərabər modul x tərinin həllini soruşur. Yəni kəsişmir desə, yəni bunun həlli olmasın demək istəyir, o deməkdir. Burada deyir həlli olsun, yəni kəsir həlli olsun deməkdir. İndi gəlin bunu tapaq müəllimə. Bunu tapmağın ən qəşəng yolunu edirik. Hər tərəf farda yüksəldir. Çünki hər tərəf nədir? Müsbətdir. Onda mən nə edəcəm? Təbii ki, birini digər tərəfə keçirəcəm. Məsələn, ilk bunun əmsalı mənfi olduğuna görə bunu sağa keçirim. Yəni modul x-in kvadratı çıxılsın, 9 çıxılsın x-in kvadratı kimi, x kvadratının kvadratı kimi yazacağım. Baxın. Təbii ki, kvadrat olan yerdə modul artıq mütərizəyə çevrilir. Çünki hər ikisi müsbət olduğuna görə bərabər 0. Bunu attım sağa müəllimlər. Məqsəd nədir? X kvadratın əmsalı mənfi olduğuna görə sağ attım. İndi bunu a kvadratı çıx b kvadratı bərabər 0 kimi vuruqlarını ayıracağım. Əlbəttə ki, bu bir dəfə toplanma, bir dəfə də çıxma demək. Düzdür? Müəllimə sol tərəf. Yəni bir dəfə x-nə bunu toplayacağım. Olacaq nə? 9x üstə gələk 9 çıx x kvadratı. Bir dəfə də bundan bunu çıxacağım. X'ten çıxacağım 9 çıx x kvadratı. Yəni x çıxılsın 9 üstə gəl x kvadratı. Bərabər 0. Tənli əldə görüntüdən kökü var. Bu olacaq mənfi x kvadratı plus x plus 9. Burada da x kvadratı plus x minus 9. Düz yazdım müəllimlər. İndi mən bunun hər birini sıfıra bərabərliyim. Görün hansı tənlinin kökü var. Mənfi x kvadratı plus x plus 9 bərabər 0. Hər tərəfi mənfiyə vurum x kvadratı çıx x plus minus 9 bərabər 0. Bizdən köklərin sayını soruşur. Diskriminant tapın görün bunun neçə kökü var. 1 üstə gələk 4 vurulsun. 2 mənim. Burası Buradan müsbətdir. böyükdür də Bəli, yəni 2 dənə İki kök burada. nağdı buradan. 2 həll buradan. Bu cibdə. Digərindən də 2 götürək. dənə var. X kvadratı plus x minus birindən də 9 çıxır bərabər müəllimə. 0. Bəli, bundan da 2 dənə diskriminant müsbətdir. 2 dənə də bundan. Deməli, bu tənliyimizin 2 həlli varsa, onda funksiyalarımızın qrafikinin 4 dənə kəsişmə nöqtəsi var. Tənliyimizin köklərinin sayı qədər kəsişmə nöqtələri var müəllimlər. Tənliyimizin həllərinin sayı qədər kəsişmə nöqtələri var. Digər sualımız, müəllimimizin sualı 42. 42-yə baxsaq. Fx funksiyası üçün bu olarsa, fx funksiyası üçün bu olarsa, bu belə. Bizdən soruşur f'in tərsi 1'i. Bunu soruşur bizdən. Onu da belə edik. Gəlin öncə fx'i buradan tapaq, ha müəllimlər? Gəlin fx'ini tapım, sonra tərsini tapım da mən bunun. Ben nə edəcəyik? Yazıram buradan, baxın, bunu keçirim sola. Alacağım x fx çıxılsın 3 fx. Bunlar qəşəng maraqlı misallardır. İnşallah ki yazmışsınız müəllimlər. Sağ tərəfdə qalacaq təkcə bu 2x çıxılsın 4. Və buradan inəyəcəm fx'i ortaq vuruq kimi çıxardacağım kənara. Alacağım fx vurulsun. Mötərizənin içərisində x çıxılsın 3. Bərabər 2x çıx 4. Buradan da buna mütərizəni bağlamaq heç yoxdur. Bölərik onu. Alacağım ki, bəli, təbii ki böləcəyik. Müəllimlər 2x çıxılsın 4 bölünsün nə? X çıxılsın 3. Bizə deyir tərsində yerinə nə yaz? 1 yaz. Gəlin yazaq. Tərsində 1 yazaq. Yəni belə deyək də, öncə bunun tərsini tapaq. Tərsini tapmağa getmişəm mən sizə. Neyinirik? X-in əmsalı ilə mənfi 3, x-in müsbət 3x, əmsalı 3x, bəli, yuxarıda müsbət 3x olacaq. 4, aşağıda x mənfi 2 2. olacaq, bəli. İşarələr dəyişir də, düzdür? Həm yerini dəyişir, həm işarəsini. Və sonra bizə deyir f-in tərsində x-in yerinə 1 qoy. Yəni biz də qoyaq da yerinə 1. 3 vurulsun 1 çıxılsın 4, 1 çıxılsın 2. Surət olacaq mənfi 1, məxrəc olacaq mənfi 1. Yekunda cavab olacaq 1. Cavabımız 1, amma mən 1 görmürəm. Cavab səhvdir yoxsa mən səhv hesabladım? Mən də bir almışdım burada ama cevap yok idi diye onu saxladım. Bir almışsın doğrudur. Mən də bir almışım. Çünki baxıram ki, bəlkə hesab səhv eləmişim. Yox, görəməmişim. Cevap yok idi ona göre. Yox, cavab düşün səhvdir müəllimə. Cavab da səhvdir. Çox ev getir. Cavab yoxdur müəllim orada. Qəşəng testlərdə Mən amma də cavab yazdım, yox. dedim yəqin səhv yazmışam.
Yok yok yok. Hə, Ben de baktım, ben de önce bir baktım görüm belki səhv yazmışım. Sonra geçişatına bakırım görüm yok düz yazmışım. Müəllimə, Dedim başqa belki testdə deyirəm mürəkkəb funksiyaları, o testdə də baxdım, orada da cavabların çoxu alınmır. hansında Cavablar müəllimə? mürəkkəb funksiya test, ASV müəllimə test. Hə. Bir dəqiqə. Və mürəkkəb funksiya, tərs funksiya. Orada da cavablar bir cavabdan 2 dənə var, amma aldığın cavab olmur testdə. Hə. Çox təəssüf ki, cavablarda problem var. Gərək Arzu müəllim öncə bir redaktə edəyəli, sonra ataydı. Ola bilsin vaxt baxımından ya da ki unudub ya nəsə. Cavabları yoxlayıb redaktə etmək lazımdır. Cavablar səhvlik var. bəli, müəllimə, Qəşəng çox misallar, suallar misallar var. çox Daha qəşəng vallahi misallardır. yoxdur. Bax, misallar çox qəşəng misallardır. Heyf ki, cavablarda problem var. 46-ya da baxaq müəllimlər. Müəlliməmizin sualı. 46-ya baxaq görək. 46 qəşəng sualdır, yenə deyirəm. Bax, görürsünüz nə qəşəng sualdır. F, J, X budursa, J, X soruşur bizdən. Gəlin bir ehtəm əlbəttə. Onu da belirləyə baxın. F, J, X nə deməkdir? F, J, X gözəl müəllimlərdir. Yəni, burada X-in yerinə J, X yazıb. Düzdür? Gəlin biz X-in yerinə J, X yazaq. X-lərin yerinə. F, J, X bərabər 3-də 1. Harda X-in yerinə J, X yazıram. Düzdür müəllimlər? Yazın mı? Və bunun ifadəsini verib. O bu da 2x 15 plus 5. Yəni 2x plus 5 bərabərdir 3-də 1 Jx minus 2. Gəlin buradan Jx'i tapaq. Nə alacağım? Öncə 3-də 1 olduğunu görə 3-ə vuracağım. Alıram 6x plus 15 bərabər Jx minus 2. Buradan Jx tapsam alıram Jx bərabər 6x 15 bu 2 də keçir sola toplanır olur 17. 6x plus 17'ye bərabərdir müəllimlər. Çox qəşəng misaldır. D variantı. Görürsünüz müəllimlər? Hə? Bunu yazmışdım Belə müəllimə. yazmışız elə müəllimlər. 43'e de Bəli. bakabilirsin. Cavabda var. D variantı. Bəli, bəli. 43-ə məmnuniyyətə 43-ə də baxaq müəllimlər. Deyir ki, fx funksiyası tək. Mən demişdim tək funksiyalar həmişə ya artır, həmişə ya azalır. Yəni tək funksiyanın artıb azalma şansı yoxdur. Ya həmişə artır, ya da həmişə azalır. Əgər tək funksiya azalandırsa, onda həmişə azalacaq. Düzdür müəllimlər? Və azalan funksiyada nə edirik biz? Bərabərsin yönünü indiririk, dəyişirik. Olacaq nə? Burada fx kiçikdir, f mənfi 3 deyil X müəllimlər. böyük mənfi. Olacaq x böyük mənfi 3. Bəli, bərabərsin yönünü dəyişirik. Tək funksiya olanda çox asandır müəllimlər. X Müəllimə böyük, 44-də də baxın da mənfi zəhmətdə. 3-dən böyük, mənfi 3-dən böyük olanı mənfi 3-dən cavab var ki. Yoxdur müəllimə cavab. Mənfi 3-dən olsa mənfi 3 müsbət sonsuzluğa Müəllimə yazıb, gedər də. Onu müəllimə cüt olanda nətər olurdu? Bir dənə onu da yada salın. Cüt olanda müəllimə, cüt olanda bir tərəfini tapıb o bir tərəfini simmetrik götürün. Məsələn desəydi fx funksiyası cütdür. Düzdür? Cüt funksiyalar həmişə artır, həmişə azalan olmur. Bir tərəfdə artır, bir tərəfdə azalır. Məsələn deyir ki, məsələn deyir ki, 0 müsbət sonsuzluğunda artır məsələn. Düzdür? F, x tutalım kiçikdir f mənfi 3 və yaxud da cüt funksiya olduğunu 3 yaza bilərim də. Düzdür müəllimlər? Cüt funksiyanı mənfi itirə bilirəm axı mən. Tutalım deyir bu bərabərliyi həll et demir. Deməli bu arada artırsa, onda bu olduğu kimi qalacaq. Düzdür müəllimlər? X kiçik 3 qalacaq. Və simmetrik olmalıdır. Onda nə olacaq? Əgər bu tərəfdə artırsa, digər tərəfdə simmetrik olan yerdə bəli azalacaq. Yəni bunun əksini götürəcəyik həm də. X kiçikdir mənfi 3 belə. X kiçikdir 3, orada x böyükdür mənfi 3 üzr sayın. Əksini götürəm də. Yəni bu bərabərsizliyin həlli olacaq bu. X kiçikdir 3-dürsə, o olacaq x böyükdür mənfi 3. Yəni mənfi 3-dən böyük, 3-dən kiçik. Bax belə. Aydındır müəllimlər? Əgər artır desə, olduğu kimi götürük, azar desə nə edirik? Əksini götürürük. Burada artırsa, onda o bir tərəfdən necə azalacaq? Burada azalsaydı, o bir tərəfdən necə artacaqdı. Yəni bir tərəfdən nəticə olduğu kimi götürün. Digər tərəfdə əksini götürün. Müəllim cüt funksiyalarda. Bir də o bir versiya demişdim də, neyinizi qrafiklə həll edirsiniz. Ya da ki müəllimlər yerinə x kvadratı qoya bilərsiniz. Əgər qollar aşağıdırsa mənfi x kvadratı qoyun, yuxarıdırsa müsbət x kvadratı qoyun. Yəni o baxır 3 halın içində demişdim, yanınıza gəlir müəllimlər. Hə, sonra baxaq, hansı suala baxaq? Müəllim, deyim mən də baxım.
44 müəllimə. Neçə? 44. 44 kişi. O ne kişisi oldu bu? Deyək ki, A parametrin hansı qiymətində funksiyasının təpə nöqtəsi 4-cü rübdə yerləşər. Sxemat təsvir etsək, təpə nöqtəsi buradadır müəllimlər. Yəni qollar yuxarı və ya aşağı olmağının önəmi yoxdur. Daha doğrusu bilmirik hələ də qollar yuxarıda yoxsa aşağıdır. Amma deyək təpə nöqtəsi buradadır. Təpə nöqtəsinin burada olması nə deməkdir müəllimlər? En mənfidir. En Yəni müsbətdir. M müsbətdir, N isə Bir də mənfidir. mənfidir. M nədir bizdə müəllimlər? M x-in əmsalının əksiyi, yəni 3 bölünsün x kvadratının əmsalı. Yəni 3a minus 1. Bu olmalıdır müsbət. N nədir bizdə? 4ac, 4a nədir? X kvadratının əmsalı. Vurulsun c. C nədir bizdə? 2. Çıxılsın b kvadratı, yəni 3-ün kvadratı 9 bölünsün 4a, yəni a-nın yerinə 3a minus 1 durur. Bu da olmalıdır nə müəllimlər? Mənfi. Bu iki bərabərliyi həll edirik, kəsişməsini götürək. Gəlin həll edək. Deməli, bunun həlli nədir müəllimlər? Deməli, surət müsbət olduğuna görə məxrəc nə olmalıdır? Müsbət Mənfi. olmalıdır ki, nə olsun? Müsbət olsun. 3a çıx 1 böyük 0 olmalıdır. Buradan anlam ki, a böyük 3'də 1, bu 1 cibdə, düzdür? Şəfəq Keçin. xanım, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun Üzrlüklər, müəllimə. mən gecikdim, heç cürə girə bilmirdim telefondan. Hı. Siz hansı tapşırıqdasınız indi? Bu Bu ümumi müəllimə, ümumi sınaqdan müəlliməmizin sualıdır. Siz suallarınızı cavablandıracağım indi. Sonra zəhmət olmasa mənim suallarıma da baxarsınız da Bəli, mən də bəli, mütləq müəllimə, mütləq narahat olmayın. Gəlin də obrisini yazaq müəllimə. 4 vurulsun 2, yəni 8, 8 mütəzdən vuracaq. 24 a çıx 8. Çıx 9 zaten vardı. 4 3a minus 1 bu mənfi olmalıdır. Yəni 24 a çıx 17 3a minus 1 kiçik 0 deyərsin müəllim 4 necə oldu? 4 müsbət vuruqda atdıq getdi. İndi bunları neyinirik? Məxrəcə baxın müəllimlər. Məxrəc 3a çıx 1'sin. Bax burada yazmışdıq ki verin. 3a çıx 1 nə olmalıdır? Müsbət olmalıdır. Onunla beləcə ki bura müsbətdir. Müsbətdirsə onda gələk bu mənfi olsun. Yəni 24a çıx 17 bu mənfi olsun. Onda buradan anlam ki a kiçikdir. 17 bölünsün 24. Yəni aldım a böyük 3'də 1 almışdım. Böyük 17 böl 24 aldım. Müəllimə, Mən söz 17 dedim. aldım. Bəli, müəllim, Amma mən də burada elə niyə almışam. 11'di bəs? Bəli, mən də 17 bölü 24 almışam. 11 düşüb burada. Yəqin ki cavab səhvdir. Həlli Mən budur mənim. Şəfəq Buyurun. müəllimə, Buyurun, buyurun. müəllimə o qrupa zəng elib sizdə. Orada 3 nəfər hələ dərsə qoşulur. Oradadır, qalıb orada. Demişəm axı bu linkə gəlin, linkə. Mən orada sən gəlin ki, yəni müəllimə dərsə gəlin. 3 Demirəm mən dənə orada. müəllim qalıb burada. Niyə şey vermişəm axı mən, qəbul etmirmişəm hamıya. Bir dənə üzrü sayın, bir dəqiqə gözləyim müəllimlər. Yox, mən hər kəs qəbul etmişəm axı. Mən də hər kəs qəbul oldum. Çıxın təzədən girin deyim müəllimlər. Çıxsın, hər kəs çıxsın, kim girə bilmişsə çıxın təzədən girin. Onu demirəm, qrup zəngi elib sizi. 3 Hə. dənə müəllim o qrupdadır. Hələ o zəng elə bir orada dərsdə oradadır da qrup zəngində. Niyə? Niyə oradadılar ki müəllimlər? Bilmirəm ki. Yox, kimi müəllimlər gəldim, qrup müəllimlər. Yazdım ki, zəngdən çıxın, dərsə girin. Orada niyə zəng orada qalıb ki, mən bilmirəm axı, görmürlər o qrup. Mən qrupa zəng edim ona görə ki, yəni ki, mən o dərsə gəldim də. Bəli, müəllim. Müəllimlər. Link atanda xəbəriniz olmur. Zəng. Hə də ona görə ki, link atanda xəbəriniz olsun deyə. Qoşulun, yazmışım. 3 nəfər niyə qoşula bilmir ki bunlar? 3 nəfər qoşula bilmir, niyə? Xeyr müəllimə, mən onu atdım ki, sizdə yəni 3 nəfər orada qalıblar. Bu dərsə Hə. qoşulmayacaq yəqin. Sadəcə olaraq Hə. mənə deyir qoşulun, mən də qoşulmamışam, sizə atdım onu.
Ha, bu benlik bir şey değil. O yüzden çıkıp oradan girmeli derse. Yani ben nasıl bir şey değil bu. Onu adboy verip gelmeli derse. Onun başka yolu yoktur. Gelmeli devam edip dersimize de kaldığımız yerden devam edecek. Buradan misal izah elədim eləmədimlər. Hə. Bunun sualı başa düşdü də eləmədimlər. Burada qəşəng sualı, çox qəşəng sual idi. Başqa kimsə sualı var mı buradan? Yoxsa keçiyor birisine? Var 35-36-ya da baxın zəhmət olmasa. 35-36'ya da baxaq. Çox qəşəng suallardır. Çox qəşəng suallardır. Qəşəng. 35'te ne diyor? Diğer f bu budur. J bu da budur. F, J x'i tapın. Hadi gelin bakalım müəllimlər. Hə. Deyək ki, bax görürsünüz burada J'nin arqumentləri müəllimlər bir dənə olmalı, görürsünüz. F'də də mötərizənin içində bir ifadə bir dənə olmalıdır. Onda belə eləyək ki, burada 1 olsun, burada 1 olsun. Eləyək müəllimlər. 1 olması neyiniyək? Mən bura bir dənə nə deyim? Bir dənə hərf olsun deyə x plus 2'ye bir t deyim. Onda x'in əvəzini yazacağım. T çıx 2. Harda? Bax burada. Olacaq j t bərabər x'in yerinə x minus 2 yazacağım. Çıx 3. Yəni üzr istəyirəm, t çıx 2 yazacağım. T çıx 5. Yəni yazıram jx bərabər x çıx 5. Bu cibdə. Keçək nəyə yazaq? F'i. Gəlin bu dəfə də f'də bax buna mötərizənin içində bir t deyim. Yəni 3x minus 1'e bir t deyim. Onda x'in yerinə t üstə gələk 1 bölü 3 yazacağım. Əlbəttə ki burada. Yazıram f t bərabər 2 vurulsun t üstə gələk 1 bölünsün 3 çıx 2. Buradan da heç nə. Elə bir saxlayayım da. Yəni 2 vurulsun x plus 1 bölünsün 3 çıxılsın 2. Bir saxlayayım sonra yerinə qoyan sonra sadələşdirərəm. F, J, x'i soruşur. F'də yəni burada x'in yerinə bunu yazacağım. Deməli F, J olacaq. 2 vurulsun vardı burada. X'in yerini yazacağım. X minus 5. Üstəgəl 1 də vardı. Bölünsün 3. Minus 2. Bu da nə eləyəcək müəllimlər? Kəsin alınacaq. Demək olacaq 3'də. Bu oldu. Burası olacaq x çıx 4. X-ə getmirdi. Onda məcburum 2'ni vuram yuxarı. 2x çıx 8. Çıx 2 vardı. Bunu da yazıram nə? 3'də 2x çıx 14. Cavabımız bu olacaq. A variantı. Aydındır müəllimə? Sonra daha kimin sual var bu ümumi sınaqdan? Müəllimə 36-da o K, B-nin qabağındakı işarələr nədir? Bu heç nə Nəyi müəllimə. Bu şeydən düşüb. Proqramdan düşüb. Karşıda Müəllimə, bu bir 35-ci sualın ikiz hissələrin bir-birinə bərabərləşdirib həll eləsək cavab çıxmaz. Yo, bunlar niyə bərabərləşdirim ki mən? Ki sonra yerinə qoyum elə Yo, deyim. yo, yox, qətiyyən eləməyim müəllimə. Hələ gəlməyib. Yo, yo, Yaxşı. qətiyyən, yo, yox. Deyir, J'nin Bunu arqumenti yazmışdım mən. J'nin arqumenti Bunu bir mən hərf elə. yazmışdım müəllimə. A variantında almışdım. Amma sizin qaydası ilə Yo, 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 getməmişdim. onu. Mən niyə onu, yox, onu niyə Ha, bərabər yaxşı. edəcək? Bərabərləmək olmaz müəllimə, yox, yox, qətiyyən. Bunların bərabərləməyi Yaxşı, doğru bildim. deyil. Qətiyyən eləməyin. Sonra başqa kimsə sualı vardı mı? Bu müəllimə proqrama düşüb, bu heç. K plus B cəmi soruşur bizdən. Yazmışsınız onu. Baxardınız da zəhmət olmasa. Hansı Mənim müəllimə? 36'ını yazan var. 36. Koordinat başlanğıcında simmetrik deyəndə Hı. mən bir-birinə bərabər eləmişdim müəllimə yenə. Müəllimlər A, 1, Fərqli 5. götürmüşəm. Bunu koordinat başlanğıcı simmetrik olan nə olur? -1, -5. Yəni x'in də Mənfi qiymətini bir. dəyişir. Baxın, simmetrik bu olacaq. -1, -5. Yəni x'in də işarəsini dəyişdim. Y-in də işarəsini dəyişdim. Dəyişdim. İndi deyək ki, bununla bu simmetrikdir. Yəni burada da x'in işarəsini dəyiş, Y-in də işarəsini dəyiş. Dəyişək də. Y-in yerinə yazıram -y. 4 vurulsun x'in yerinə yazıram -x. Plus 6. Yəni -y bərabər -4x plus 6. Hər tərəfdə mənfiyə vursam y bərabər 4x minus 6. Bu funksiya, simmetrik olan bu funksiyadır. Bax bu.
Yəni kx plus b-dir. Buradan görürəm ki, k bizdə 4-dür. B də mənfi 6-dır. Bunların cəmi bizə verir ki, mənfi 2 maalesef cavabı yoxdur. B'nin qalanıdır mən. Mənfi olmalıdır, bəli. Hı. Aydındır müəllimlər. Cavabı çox Mənfi iyi. 2 var axı orada. D deyil cavabı. Mənfini indi attım mən. Mənfini müəllim qoydu. Mən qoydum ki, Siz qoydunuz. mən qoydum ki, qoy xətrinə dəyməsin. O iki orada durub, deyir ki, 2-nin xətrinə dəyir. Deyir, madam o yoxdur, mən burada varam da, onu demək istəyir. Bax, belə görsün mənlər. Madam yoxdur, mənfisi biz qoyaq. Başqa var mı sual? 30'a da baxın müəllimə. 30-a. Bəli. Yer K-nın neçə tam qiymətində funksiyası azalan funksiyadır. Funksiyamız, əsas funksiyamız gördüyünüz kimi kök altda x-dir. Gəlin bunun qrafiklərinin hər formasına baxaq. Yadınıza gəlir, mən bunu demişdim əslində. Əsas funksiyamız kök altında x-dir. Kökün altı da müsbətdir. Kökün qabağı da müsbətdir. Görürsünüz müəllimlər? Yəni x də müsbətdir, y də müsbətdir. Bu neçənci rübdür? Birinci rübdə. Birinci. Belə bir əyridir. Yadınıza gəlir müəllimlər? Bu y bərabər kök altda x-dir. Y bərabər kök altında mənfi x olsa, burada kökün altı mənfi daxil, düzdür müəllimlər? Kökün altında daha doğrusu qabağında mənfi var. Mənfi x lazımdır. Yəni nə olsun, müsbət olsun. Onda x nə olacaq? Mənfi olacaq. Yəni bizim x-lərimiz mənfi tərəfdə olacaq. Yəni bu tərəfdə. Baxın, bu tərəfdə. Y-in işarəsi isə nədir? Müsbətdir. X mənfi, y müsbət. Onda qrafikimiz olacaq ikinci rübdə. Düzdür müəllimlər? İkinci rüb. Kök altın mənfi x-in qrafikini qurduq. İndi gəlin y bərabər mənfi kök altı x-in qrafikini quraq. X nədir? Müsbətdir. Y-in qarşısındakı işarə nədir? Mənfidir. Yəni bu olacaq 4-cü rübdə. Düzdür? Mənfi kök altı x. Y bərabər mənfi kök altında mənfi x-in qrafiki isə, bax bunun nə olacaq? Əksi. Yəni belə. Mənfi kök altında mənfi x. İndi gəlin baxaq. Deyir ki, bu formadadır. Və deyir funksiya nədir müəllimlər? Azalandır. Azalan versiya hansıdır müəllimlər? Hansı versiyadır? 4-cü rübdür də. Şəfəq müəllimə 1-4-dür. Orada da azala bilər. Düzdür müəllimlər? Burada da Bizdə azala bilər. 2-də də azalır da. Bəli, burada da azala bilər. Onda belə çıxır ki, əgər 4-cü burada kim olsa, mən bunu qəşəng yazım, bunu mənfisi yaxşı görsənmir burada. Bir də gözləyim müəllimlər. Bu y bərabər mənfi kök altında x-dir bu. Əgər bu qırmızı formasında olsa, gördüyünüz kimi kökün qabağı mənfidir, kökün altı nədir? Müsbətdir. Görürsünüz müəllimlər? Yəni kökün qabağı bura mənfi olmalıdır. K çıxılsın 5 mənfi olmalıdır. Kökün altındakı ədəd nə olmalıdır? Müsbət. Belə. Bu ikisindən də görə buradan bir şey tapa bilirik. Burada nə alacağım? K kiçik 5 böyük 0. Bu 1. Düzdür müəllimlər? Bir də bu yaşıl formasında olsa, burada isə kökün altı mənfidir. Özü müsbətdir. Yəni, bura müsbətdir. Kökün qabağındakı müsbətdir. K çıxılsın 5 müsbətdir. Amma kökün altındakı nədir? Mənfidir. K kiçik 0. Bunları əlləsəm, alıram K böyük 5, K kiçik 0. Burada siz nədir müəllimlər? Mən həll tapmayacağım. 0-dan kiçik 5-dən böyük mümkün deyil axı belə bir şey. Deməli, əldə qalır nə bu? 0 ilə 5 arası. Neçədən tam ədəd var? 1, 2, 3 və 4. 4 dənə. Aydındır müəllimlər? Daha sonra nəyə Azalan baxaq? birisi ikinci, dördüncü rübü götürürük də ikisini. Bəli, bəli. 2 versiyadan biri olacaq da. Sonra baxaq nəyə müəllimlər? Var mı sual? Ümumi sınavdan kimisi sualı var? Mən sözün açığı ümumi sınağa çatmamışdım. Ev tapşırığı sınaq 5-6 idi. Mən elə 5-i zorla əmələ gətirdim. Yalan nə deyim, indi altında bugün gərək eləyim. Nədir onun adı? Ona görə bu ümumi sınaqla hələ heç də başlamamışdım.
birinci gün biz Eyvyo. ücreti kronometreye başlayırıq. Onda Mütləq. bugün əsas İnşallah planlaşdırıram ki, birinci gün trigonometre hə, işləyək. sabah hə Bugün Arzu bugün müəllimə də funksiyaları görüşürük. bitirək. Bəli, bugün funksiyaları bitirək. Yəqin sabah Arzu müəllim də yekunlaşdıracaq. İndi burada müəllimə bu sınağı burada işlədik. Qayda baxanda orada çətin misallara baxarsın müəllimə. Hə, hə. 21'e de Hə. bakın zəhmət. Nəyə müəllimə? 21'e. 21-ə. Nə qədər çətin suallar var, hamısını deyim burada müəllimə. Mən izahını verim. Bura baxırıq müəllimə. Deməli, deyir bu funksiyanın qiymətlər çoxluğunu tapın. Burada hansı funksiya görürük? Qırçınlı belə Kəsir. ifadə Kəsir. görürük. Bunun içərisindəki ifadə nə olsun deməyək, xətti funksiya şəklində olmalı təbii ki. Deməli, kx plus 1 şəklində də düzdür müəllimlər belə formada Siz olmalıdır. keçən dəfə demişdiniz də o Bəli, sıfırdan bu birə kimi kəsirdir, olmalı. bəli. Kəsirin Kəsir ümumi eləyəcək, qiyməti, bir bəli, variant eləməlidir. 0-dan 1 arasında, amma 0-ı alır, 1 almaz. Arasında biz də Bəli. onu üstə vururuq. 5-i vururuq, Bəli. 0 bir dəfə 2 alırıq, bir dəfə də 1-ə Yani o vururuq. sıfırı Biri alabilir de o. 7-ni Bəli, aldım deyək. məsələn 3, bunun tam kəsir hissəsi nədir müəllimə? 0. Düzdür? Kəsir hissəsi Bəli, bu 3,0 deməkdir bu. sıfırdır da Kəsir hissə müəllimə. 0 ola bilər, bəli. Yani Tam ben hissə, kesişliğe tam göre ədədin sıfır kəsir hissəsi getirmedim. 0 ola bilir, bəli. 0 götürə bilərik. Amma 1 olmaz, çünki 1 tam kəsir olmaz axı. Ona görə nə etməliyik? 5-ə vururuq 0-dan 1-i. 5-ə vursam nə olacaq? 0. 5 0-a vurdum 0. Buranı yazmıram da. 5-ə vurdum 1. Düzdür, buranı yazmıram. Burası heç 5. Sonra nə edim? Üstünə 2 gəlirəm. 2 gəlsin, bura olacaq 2. Burasını yazmıram. Burası isə olacaq 7. Yəni 2 qapalı, 7 açıq. 2 qapalı, 7 açıq. Qiymətə çoxluğu olacaq bu. O da gördüyünüz kimi B variantında. Kesin içinde 2'ye vurmuruq da o. ona Yox, ait yox değil. müəllimə. Sadece. Mən dedim ki, bax fikir verin, mən onu üçün vuruladım öncə. Bax bu kəsir ifadə, bax bu mötərizə yoxdur müəllimə, kəsir deməkdir. Mötərizənin içindəki ifadə nə olursun? Kx plus B təbii ki şəklində. Belə. Burada göstərirəm, hətta bölümdə bir ədəd də ola bilər. Məsələn, 2x plus 7 də ola bilər. Belə. Nə olursa onu biz kəsir hissəsini götürürük. Kəsir hissədə nə deyim müəllimlər, ancaq 0-dan 1 arasında ola bilər də, ondan oyanan mümkün deyil. Nə mənfi ola bilməz, nə də birdən böyüyə də ola bilməz, heç bir də olmaz. Başqa nəyə baxaq müəllimlər? Kimə qaranlıq qalan sual varsa? 26 deyiz müəllimə. Bəli. Funksiyasının deyir qiymətlər oblasına daxil olmayan. Funksiyamızın qiymətlər oblasına daxil olmayan ədəd məxrəci sıfıra çevirən ədəddir. Düzdür müəllimə? Yox, üzr istəyirəm, qiymətlər oblası deyirik, təyin oblası demir. Qiymətlər oblasına daxil Təyin olmayan oblası. ədəd bu funksiyanın qiymətlər oblasını tapmaq üçün öncə bunu neyindirik müəllimlər? Tam hissəsini ayırırıq. Kəsir funksiyada görsün müəllimlər. Mən bunu neyinəcəm? Yazıram y bərabər 6x-i böləcəm 3x çıx 9-a. Tam hissəni ayırmaq üçün də. Böləcəm bunu müəllimlər. 6x-i 3x-ə böləndə 2 düşür, düzdür? 2-yə vursam 6x minus 18 olacaq. Bunu da çıxanda qalacaq nə? Burada gecə qalacaq nə? Müsbət 18. Yəni funksiyamız belədir. 2 üstə gələk. 3x çıx 9-da 2. Bu funksiyamız müəllimlər y bərabər k bölünsün x funksiyamızın qiymətlər çoxluğu bildik nədir müəllimlər? Mənfi sonsuzluqdan 0-a, 0-dan müsbət sonsuzluğa, düzdür müəllimlər? Yəni bu funksiyamız 0-ı almır. Bu 0-da hansı 0-dır? Bunun tam hissəsi olan 0-dır. Yəni bu tam hissəni mümkün deyil ala bilməz. Yəni bu nədir müəllimlər? Bu mümkün deyil ki, bu 2 alsın. Niyə? 2 olması gəlir, bura 0 olsun axı. Bunda 0 olma şansı var. Mən x-in yerinə qoyum ki, orada 0 olsun, heç nə. Aydındır müəllimlər? Yəni bunun 0 olma imkanı olmadığına görə funksiyamız 2-ni ala bilməyəcək. Deməli, qiymətə çoxluğuna daxil deyil bu 2. C variantı. İşi misaldır bu da. Sonra Tamam, belə Zəhmət olmasa 25-ə baxaq da. baxarım. Belə sual 5-ci sınaqda da Yazmışam, var idi. cavabı ala Mən bilməmişəm. orada da onu eləyə bilməmişdim. Siz bunu bir dəfə də mənə izah eləyərdiniz də zəhmət olmasa. Nəsə bu mən Müəllimə, bu gördüyünüz kimi baxın, bu məxrəcəndə x-dir, surətdə də x-dir. Bu k bölü x şəklindədir. Yəni bunun qiymətə çoxluğunu tapmaq üçün surəti məxrəci böləcəksiniz müəllimə. 6x-i bölürük 3x çıx 9-a. Böləndə müəllimə baş əmsalı baş əmsala bölünəmişə.
Yani 6x'i 3x'e bölüm 2 düşecek. 2'ni vuracağım bak bu bölenimize. Olacak necə? 6x minus 18. Bunun yanında sıfırda birisi düzməlmər. Çıxanda 6x-dən 6x gedir. Sıfırdan mənfi 18 çıxanda müsbət 18 qalacaq. Yəni bu funksiyamız Bu bizdə var. əslində 2 üstə gələk 2 bölünsün 18 bölünsün. Mən 2 yazmışdım bayaq deyəsən. 18 bölünsün 3x minus 9'dur belə. Bu funksiyamız 2'ye beraber olabilmez çünkü burası 0 olabilmez hiç vaxt. 18 bölünsün 3x minus 9 beraber 0 olabilir Sara müəllimi. Xeyr. 18 nəyə bölsün 0 eləyər? Elə bir ədəd yox, düzdür? Yəni bunun Yoxdur. 0 olma şansı olmadığına görə bu ifadənin 2 olma şansı yoxdur. Yəni y 2 ola bilməz, mümkünatı yoxdur. Bax bu 2-ni ola bilməz. Ona görə də 2 ola bilməz. Yəni qiymətə çoxluğuna daxil deyil 2. Aydındır müəllimə? Yəni tam Toxarlı hissəsini ala şəklini bilməz. həmçinin sürət məxrəcə bölməliyik. Bəli, bəli, surəti məxrəci bilməz bu şəkillər, bu Müəllimə ifadələrdə. bir zəhmət 25-ə də baxaq da. Baxacam, müəlliməm sual edəcək. Əvəzləmə eləmişəm. Harda səhv eləmişəm, cavabı ala bilməmişəm. Yəni biləyim müəllimlər, demək əvəzləmə eləyək başdan, bura bir t deyək. X müsbət Onda x minus 2'ye bir Demişəm. t desəm, x'in yerinə yazacağım t üstə gəl 2. Yəni olacaq ft. Taxın toka bir dənə müəllimlər. Toka bitəcək bir dəqiqə. Ümumi sınaqdan müəllimlərin sualı, müəllimlər. Ümumi sınaqda kimin suallardı o? 21, 26, 27, 30, 31. Baxmadıqlarımıza deyərsiz baxarıq müəllimlər. Deməli, bu olacaq nə? Deməli, burada x-in yerinə nə yazın müəllimlər? T üstə gəl 2. Olacaq f. T plus 2 yazdıq müəllimə. Bəli. Bax burada. Hı. Olacaq nə? 2 vurulsun. Qoyduk X-i yerinə yerinə. yazıram. T üstə gəl 2. Çıx 5. Bunu sadələşdirim 2. X Aha. çıx 4 çıx 5. Yəni üstə gəldi bu. 2x minus 1. 2 minus 1. Hə, Mən də o cavabı almışam da müəllimə, amma orada cavab yoxdur deyə səhv gəlin olduğunu baxaq. düşünmüşəm. Y bərabər 2x minus 1. Tərsini tapanda buna x deyək, buna y deyək, düzdür? Buradan alalım ki 2y bərabər x plus 1. Oradan tərsini tapıram, olur nə? X plus 1 bölünsün 2. Ay, yerinə X plus- qoymamışam müəllimə. Hə, Bildim. varmış. Ora qədər gətirmişəm. 2x minus 1-i tapmışam, sonra tərsini tapmamışam bir də. Bəs deyirəm də tərsini Bildim tapanda müəllimə, çox sağ olun. x-in y-in yerini bu Hə, başdan bildim. dəyişir müəllimlər. Hə. Onu eləməyəndə eyni şey alıb Bildim. gətirir, eyni şey arası müəllimə. Deməli müəllimə Mən 21 elə başdan yerinə qoyub dayanmışam. Hə, eləməyim müəllimə. 21 dedim. Hə, 30 31 yerinə müəllimə. qoymamışam. Bildim müəllimə, çox sağ Hə. olun. Buyurun müəllimə. 30 da dedim, 31 deyim müəllimə. Deyir ki, funksiyalarının qrafikləri oxlar üzərində kəsişər. Yəni həm x ox üzərində kəsişəcək, həm də y ox üzərində kəsişəcək. Əgər x ox üzərində kəsişsə, hər ikisi x ox üzərində kəsişsə, bunun sıfırları ilə bunun sıfırları bərabər olacaq. Nə demək mənim? Yəni nə demək istədiyimi deyim. Sxematik təsvir etsəm, deməli müəllimlər, bax birinci funksiyamızın OX ox üzərində kəsişdiyi nöqtəni tapaq. OX oxunu harda kəsir? Bura nə yazım? Bura yazım. Sıfır verək də. O üzrü sayım. Bir dənə gözləyim, mənim səbirliyin. Baxın, bu OX oxudur. Görürsünüz müəllimlər. OX ox üzərində olması üçün y nə olmalıdır? 0 olmalıdır. Yəni bu funksiyada, birinci funksiyada y bərabər x kvadratı minus 4x plus 3. Bunun sıfırlarını tapmalıyıq. Yəni bu təniyin həll etməliyik. Buradan nə alacağım müəllimlər? Deməli, buradan alalım x minus 3, x minus 1. Düzdür müəllimlər? Düz yazıram mı? X bərabər 3, x bərabər 1. Yəni, x oxun burada keçəcək. Yəni, biri 1-dədir müəllimlər. Biri də 3-dədir. Deyir, o birisi də həmin yerdə kəsir. Eyni yeri kəsirlər. Yəni, bəli, yəni bu tənliyimizin də ax kvadratı plus bx plus c bərabər 0 tənliyinin də kökü 3-lə 1-dir. Düzdür müəllimlər? X-in yerinə 3 yaza bilərik, 1 də yaza bilərik. X-in yerinə 3 yazsam nə alacam? 9a plus 3b üstə gələk c bərabər 0. 1 yazsam alacam a üstə gələk b üstə gələk c bərabər 0. Deyə bilərsiniz müəllimlər, burada 2 dənə tənlik, 3 dənə dəyişən var. Bəs nə edək?
Ondan neyniyəcəyik? Gedəcəyik o biri oxun üzərini kəsdiyi nöqtəyə. Y oxun üzərini kəsdiyi nöqtəni tapmaq üçün neynirik? Y oxunu harada kəsir? X'ə Y 0 oxun veririk. kəsir. X'ə 0 verəcəm burada da, burada da. X'in yerinə 0 yazsam burada Y olacaq 3. X'in yerinə 0 Deməli, yazsam S S'də olacaq 3'dür. 3. Bəli, demək S 3'müş. S 3'dür. Aparaq S-nin də yerinə keçib burada 3 yazaq. Düzdür müəllimlər? Nə alacam? Alıram belə 9, 3'ə də komunu sağa keçirim. Yazım 9A plus 3B bərabər mənfi 3. 3'ə də bölmeli bu başdan. 3A plus B bərabər mənfi 1. Bunu da qəşəng yazım altından. A üstə gələk B bərabər mənfi 3. Düzdür müəllimlər? Tərəfə çıxsam qəşəng buradan alacam 2A bərabər 2. A olacaq 1. A 1 olsa B olacaq mənfi 400 yazdım müəllimlər. Hesab düz elədim. Məncə düz elədim. Bizdə Ay, nə bir deyim müəllimə, C-imiz üstü, mən B-də 4 tapmışam, mənfi 4 tapmışam. Mən mənfi 4 tapdım mən də müəllimi. Bizə soruşdu A üstə gəl B cəmini, A üstə gəl B də elə buradan tapışdıq amma. Mənfi 3. Xanım, mən üzr istəyirəm. Bəs A plus B mənfi 3 biz hardan götürdük? Bu deyə müəllimə. X-in yerinə Biz Bir qoyduq. əlimizdə olan 3'ü qoyduq. Ha, bir biri dəfə qoyuq. 3 qoyduq, bir dəfə də 1 qoyduq. Biri qoyanda biz onu alırıq. Başa Bəli, bir düşdüm. qoyanda bunu aldıq. Elə buradan tapa bilirdik amma mən bilməm, mən evin başqa şey soruşdum. Mən elə müəllimə, oradan Elə oradan tapa bilirdik. disturlardan götürdüm cavabları. Oradan Mən elə bəli. disturdan götürdüm hamısının cavablarını. Elə buradan müəllimə. Bəli, elə üstündən Hə. götürmüşdüm. X kvadratına 1 qoydum. Çünki deyir, eyni daha x kvadratının əmsalı 1-dir. Bəli, B-imiz bəli. mənfi 4-dür, C-imiz də 3-dür. Mən oradan Hə. götürmüşdüm müəllimə. Eyni şey götürdünüz. Hə də elə bil bu tənliyi bu tənliyə bərabər elədim. Çıxartdım möhtərizə xariclərindən x kvadratların B-ləri, C-ləri. Çünki mənfi buradan 3'dür də. 3 bərabərdir C oldu da. C-yi keçirdəndə bu yana o da mənfi olur. A da Cavab eyni oldu, olur. B de. Elə bunlar üstə eyni şey oldu amma olmaya da bilərdi. Hə, eyni oldu. Eyni oldu amma olmaya da bilərdi. Yenə deyirəm müəllimə, həmişə eyni olmur. Hə, kəsişir sözündən getmişdim o sözdən. Yox, o elə getməyin müəllimə. Eyni olmaya bilərdi. Siz Bildim bilin, mən də. dediyim Bildim, kimi yerinə eləyin. qoydu siz. Kəsir, Hə. oklar üzərində kəsişir deyir axı. Oklar Yəni üzərində ki, kəsir, çünki başqa Hə. funksiyalarda kəsişə bilər. Bildim. Amma eyni yeri kəsirsə mütləq eyni olacaq. Cavablarımı düz Bizdə A almışdım. üstə gəl B mənfi 3 oldu. Hə, müəllim, oldu mənfi. Məndə Bəs orada belə Mənfi cavab Mənfi. var. bəli. Hə, yoxdur, yox, maalesef Var, cavab var. yoxdur. Yoxdur. Yoxdur? Tamam, mənfi var burada. Yoxdur, yox. Mənfi 3 cavab müəllimlər. Yolunu bildiyorsun. Yox, əsas oldu yolunu bilir. Amma müəllimlər, bunlar eyni həm x oxunu, həm də y oxunu eyni yer kəsirsə, elə bunlar eyni funksiya olmalıdır. Həm x-in eyni yeri kəsir, həm də y eyni yeri kəsirsə, başqa cür mümkünatı yoxdur. Qiymətlər Eyni eynidir. funksiya olmalıdır, bəli. Elə eyni funksiya olmalıdır. Ancaq belə, eyni yeri kəssə mümkün deyil, başqa cür olar. Sonra baxaq, nəysə baxaq müəllimə buradan. Başqa var sualımız? Keçin maraqlı suallardır. 21. Nə yaxşı 20. cavabların çoxunu yoxlamamışam müəllimə. Yoxlasaydım hamısına minus qoyacaq idim. Müəlliməmiz qəşəng sualım. 21 dedim, axı müəllimə deyəsən. Hə, onu dedik. Başqa? 27. 28. 20, 27. 27 bir də 28. 28'e Gəlin baxaq. 28. 27-yə baxaq. Baxın müəllimə, görürsünüz burada bir dənə hərfdir. Bizdə bura bir T deyə keçək. Gəlin deyək də. 3x minus 2'ye bir T deyək. Yəni x'in yerinə yazacağım nə? T üstə gəlir 2 böl 3. Harda? Bax burada. Alacağım f t bərabər. X'in yerinə T üstə gəlir 2 yazıram. T üstə gəlir 2 böl 3 yazıram. Üstə gəl 2. T üstə gəl 2 böl 3 çıx 2. Orta məxrəci gətirsəm surətin məxrəci 2-də. T üstə gəl 2 üstə gəl 4. Aşağıda 2-də T üstə gəl 2. Yox, bu 6-dır mənimdir. Əgər 2 çıx 6. 2'lər gedir burada qəşəng. Yuxarıda qalır T üstə gəl 8. T çıx 4. Cavabımız budur.
Yani 4 yok da ki. Ne oldu buna? Ama yok, ben düz hesaplamışım. Düzdü müəllimlər? Hesap Bunun düzdür cavabı müəllim. olmalıydı müəllimə, düz idi. Ben düz yazmışım. Müəllimə, sürətdə məxrəc 3 olmalı deyil. Niye 3 olur ki? X'in yerine bunu yazdım. Yo, T üstə axırda gəlir 2. hesablamada deyirəm, müəllimə, sürəti 2 yazıcısı. Sürətdəki məxrəcdə. Hə, bura 3'tür. Nerede Bu da 3'tür. Bunlar zaten gelir. Bunlar zaten gelir. Onsuz da gelir onlar. Bunlar gedir müəllim, elə cavab odur. 2 plus 8 bölü 2 minus 4. Hə, cavab budur. Bura 4 olmalıydı qəşəng. Cavablar səhv. Budur. Arzu O biri müəllimə testdə deyək. də bu sualın eynisi var idi, amma orada cavab var idi. 4 idi elə orada. Eləmi? Müəllimə şərəf Bəli, müəllim. məndə var Niye idi. Benim test. axırda 8'e o de bakın, T-ni səhv X-dan olsun. əvəz edirik? Onu bir dənə bilmədim. Axı X T plus 2 bölü 3'e bərabər deyil. Hə. Bəs niyə axırda T-yə X deyirik? Nə dedik? Axırda T-ni niyə cavabda X-dan əvəz edirik cavab elə Gəlin gəlir? baxaq. Gözləmənin yerini qaytarırdı. Bunu başa düşdünüz müəllimə? Bəli, ora kim başa düşdü? Yəni, gəlin aparaq. Deməli, F, buna T demişik. Bura deyirəm T bərabər. Burada X görsün müəllimə, X. X'in yerinə yazıram, bax bunu. Orada başa düşdü, bəli. T üstə gəl 2 böl Nədən 3 çıx 2. O birisi T üstə gəldi yuxarıda. T üstə gəl 2 böl 3 çıx 2. Yəni surəti orta məxrəcə gətirsə nə alıq müəllimə? 3-də T üstə gəl 2 üstə gəl 6 olurmu? Məxrəci orta məxrəcə gətirim 3-də T üstə gəl 2 çıx 6. Burada 3 dənə xısa gelir. Düzdür müəllimə? Hər ikisi məxrəcdir axı. Bəli. Yuxarıda qalacaq T 2 üstə gəl 6 8 eləyir. Üstə gəl 8. T 2 çıx 6 mənfi 4 olacaq. Hı. Burada T'ni X'ini ifadə eləsin təzdən. Fx bərabər Birlərini X plus 8 X minus 4 budur müəllimə. Başa düşdünüz müəllimə bu dəfə? Hı. Hı. Nəyə başa düşmədiniz müəllimə yenə? Hansı səni başa düşmədiniz müəllimə? Müəllimə, o 3x minus 2-yə biz T demişdik. Ben niyə axırda X-a T deyirik? Hə, bunu deyirsin müəllimə. Bax, axırda aldığımız, bəli. Bax, orada O heç nə müəllimə, o sadəcə göz öyrəşdiyi formadadır. F T bərabər T üstə gəl 8 bölünsün T çıx 4. Bu müəllimə, bu T artıq burada nədir? Bir də dəyişəndir. Bunun yerinə A da yaza bilərsiniz, B də yaza bilərsiniz, X də yaza bilərsiniz, M də yaza bilərsiniz. İndi bizim funksiya biz adətən öyrəşmişik ya, Burada X olsun T-nin bura. əvəz elədiyiz üçün orada T O, yazmışsınız da o T, müəllimə. o deyil müəllimə, əvəz eləməmişik. Burada artıq sadəcə olaraq elə bir ki, bunun yerinə gözümə xoş görünsün deyə mən bunu X deyirəm, elə heç nə. Bu əvəz deyil, Əvvələmədir da. Yəni- əvəz deyil, sadəcə belədir, belə yazıram. Sual odur ki, yəni mən əvəzləmə eləmişəmsə də, əvəzləmə elədiyim hərfi yazmalıyam və yaxud da əvəzləmə eləməmişəmsə də, onda nətər olmalıdır? Yəni mən əvəzləmə eləməsəm, ancaq bir dəyişənlə işləsəm, onu necə işləyə biləcəm? Əvəz etməsəz nə yaza bilərsiniz müəllimə? Yəni mümkün deyil də, deməli Yo, mütləq yo. zamino olmalıdır da, Mütləq, zamino bəli, olmazsa mütləq olmaz. əvəz edirsiniz, axırda harda T var, yerinə X yazsınız. O X Hə, gözə başa düş. Yəni harda T var, onun əvəzinə sadəcə X Bəli. yazırıq. O Bu bir sadəcə- qəbul olunmuş formasıdır. Bəli, bəli. O axırda yazdığımız X sadəcə elə X yazırıq deyə mən həmişə X yazırıq axı, FX belə yazırıq axı. Ona Hə, görə başa onun şərti o formada yazdığımız üçün yazırıq. Yəni bu artıq o X deyil artıq. Yəni Aydın biz müəllimə? özümüz üçün rahat Bəli, danışıq. bəli, 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 bəli. Yəni o Onu X, o uşaqlar bu X deyil şəkildə müəllim. işləsə müəllimə düz qəbul edirlər elə. Onun qaydası budur müəllim. İşləmə qaydası odur elə. Bu da qəşəng misal oxşur 28. Gəlin baxaq. FG bu. Heç nə aparaq, neyini müəllimlər? Yerinə qoy. Eğer FJ budursa, F'de harda X var yerine J yazaq. A, J'ni yazaq 3X plus 2 kvadrat. B, X'in yerine yazırım J'nin ifadesini 3X plus 2 plus C. Bu beraber olmalıdır 3X kvadratı plus 6X plus 8'e. Gelin bu tarafı sadeleştirək.
A vurulsun 9x kvadratı plus 12x plus 4. B vurulsun 3x 3bx olsun plus 2b plus c beraber olmalıdır 3x kvadratı plus 6x plus 8'e. Gəlin buradan x kvadratın emsalını mötərizəni vuraq açaq buradan. Sonra 9a mötərizə xaricə x çıxacaq. kvadratı plus 12ax plus 4a plus 3bx plus 2b plus c. Beraber olmalıdır bu ifade. Daha tezden yazmıram. Burada x kvadratı bircə yerdə 9a. Sağ tərəfdə nədir? X kvadratın emsalı 3'dür. Yəni 9a olmalıdır 3. Yəni a olmalıdır 3'də 1. Bu 1'e. Keç x'in emsalına. X'in emsalı burada 12a plus 3b'dir. 12a plus 3b'dir. Sağ tərəfdə x'in emsalı müsbət 6'dır. A'nın da yerine 3'də 1 yazsam 12 vurulsun 3'də 1 plus 3b beraber 6. Bu da 12'nin 3'də 1'e vuran 4 edir. 4 üstə gəlir 3b beraber 6. 3b beraber 6'dan 4 çıxdım 2. B de beraber 2 böl 3. Bu da burada. Və sərbəst set. Sərbəst set bizdə nə deməlilər? 4a, 2b və c. 4a, 2b və c. Bizdə sağ tərəfi nəyə bərabərdir? 8'e. A'nın yerine yazacağım 3'də 1. 4 vurulsun 3'də 1. Üstə gələk 2 vurulsun B'nin yerine yazıram 3'də 2. Plus C beraber 8. Bu olacaq 3'də 4. Bu olacaq 3'də 4. Üstə gəl C beraber 8. Ne alacağım? 3'də 8 üstə gələk C beraber 8 ise C olacaq 8 çıxılsın 3'də 8. Yani 3'də 24'də 8 çıxsam 16. C de budur. Bizden ne soruşur müəllimlər? A, B, C hasilini. Ay müəllimlər, A, B, C hasili bunu verməyəcək axı, gözəl müəllimlər. Müəllimə, siz orada J-yi səhv eləmirəmsə F-in yerinə qoydunuz. F-i J-in yerinə qoymalıydıq. Ona göre. Mən Biz cavabım bunu, 4 müəllimə, aldım. bunu Ona görə bayaqdan deyəndə, mən gəl axıra çatan deyirsin bunu mənə. Yox, misalı qaldırmışdınız F-i yuxarıya. Dedim, yəqin mən səhv qoymuşam ona görə. Cavabı mən 4 aldım, müəllimə səhv eləmirəmsə. Mən səhv Amma eləmişəm, mənfi 4 bəli. almışam. Hə, Burada J-də səhvim F-i olub qoymalıyıq. bilmirəm. J-də burada yerinə Hə, qoymalıyıq. yerinə qarışdırmısınız orada. Hə, yəni yolun təzini yazım, yoxsa yolunu bildiniz axı Ben müəllimə? yolunu bilmiş Hə, müəllim. yolunu Qaydanı bilirsiniz. bilirik Bilirəm. müəllimə həmən Hə. bilirəm. Yolu odur müəllimə. Məsəl üçün mən o tərəfdən eləmişdim, biraz uzun getdi. Hə. Yəni aparın yerinə qoyun, bərabərləşdirəcəksiniz. Başqa var mı? Ayım 1 alındı. Beyim -2 alındı. Səhv eləmirəmsə. Hə, müəllimə. Yox, müsbət 2. Beyim də 2 alındı. Cavab 4 elədi. Hə, burada qoyanda asan olacaq. Burada qoyanda, J-də qoyanda F asan olur. Hə. Mən tərsinə qoymuşdum, yox, uzun getmişdi. Sonra başqa var mı Ona görə müəllimə gözünüz sualımız? əziyyətmirdiniz. Eyvallah. Başqa var mı sual? Yoxsa Sınaq 5'ə baxaq da zəhmət olmazsa. Biz elə bir ki sınaq 5'ə baxmamış ümumiyə baxanda adamın beyni çaşır, bilmirsən hansını eləmisən, hansını eləməmisən, başqa edir ucu. Sara müəllimə bax, üzrü sayın günah sizdədir. Niyə? Çünki mən Sara müəllimə burada siz dedim, gördüm yoxsuz. Düzdür Hə, müəllimlər? yox, mən heç cürə girə bilmirdim dərsə. Ona Mənim görə, üçün bəli, problem bəli, oldu. müəllimə. Hə, Ona görə üzr mən istəyirəm. məcbur qaldım ki, öncə bunu eləyəm, Yox, sonra. narahat olmayın, problem yoxdur. Sınaq 5 budur müəllimlər. Yox, mənim başqa şeydir bu. Sınaq 5 anı bulamadım. Sınaq 1'dir bu. Sınaq anı. Sınaq 5 anı müəllimlər. Mənim görməmişəm. Hə, budur da, budur Şəfəq müəlliməm. Hanı sınaq 5? Siz Bu. indicə açmışdınız onu, hə, qrafiklar olan. Aha, budur, Budur. budur. Bəli, bəli. Sınaq 5 yazılmıyor baxı bura müəllimə. Hə, sınaq 5 başladı, bildim. Yuxarıdadır, gördüm. Hə, burada nə sualınız müəllimə? Suallarınızı deyin. Sırayla deyin, gəlsin.
Yazmış telefon atmışsınız. Sadece ben Müəllimə, telefon bir-bir uzatdım. öyrətmək olmasın. Bir-bir sual verin, biz cavab verək də müəllimə. Müəllimimizin sualları var, onu cavablandırıq. Siz də birlikdə baxaq müəllimə. Ona görə Siz yazmamışsınız müəllimə. yazmışam. Hə. Müəllimimizin sualı var, o sualları cavablandırım. Siz də suallarınızı görüntü yazmışsınız, yoxsa yazmısınız. Sara müəllim, sualınız birinci sualınız nədir, onu deyin. Sara müəllimi, buradayıq. Mən mikrofonu söndürürəm ki, it hürməsin. Sonra da yandırmaq yadımdan çıxır. Məndə deyəsən 25-dən başlayırdı. Bir dəqiqə mən qrupaya bir də baxıb deyəcəm indi. Tam Ona narahat olmayın, mən buradan baxacağım, darıxmayın. hə, zəhmət olmasa. Siz qulaq asın, mən izah verəcəm bir-bir. Hə, yaxşı. Deməli, bunu çəkin bu tərəfə. Müəllimə, bura 9-a da zəhmət olmasa baxarsınız. Yaxşı müəllimə, 9-a da baxaram. Sara müəllimənin sualları 5, 7, 16, 19. Baxın bir dənə Sara müəllimənin suallarına. Mən baxdım. Hə. 5, 7, 16 və 7, 5. Öncə 5-ə baxaq. Gəlin birlikdə 5-ə baxaq. 5 budur. Yer funksiyasının qrafikinə görə A nöqtəsinin koordinatlarını tapın. A nöqtəsinin koordinatı hardadır? A nöqtəsi hardadır müəllimlər? Y ox üzərində. Y ox üzərində olan nöqtədə nəyin yerinə 0 yazırıq? İkisinin X-in yerinə 0 yazırıq. Harda? Funksiyada. Funksiyada x-lərin yerinə 0 yazsam buradan nə alacam? Y Mənfi bərabər -1 yuxarıda olacaq, aşağıda da 3. Yəni -3-1. Doğru cavabımız yoxdur. Düzdür? Yoxdur. Orada Bəzilərində mən doğru cavab tapmamışam deyənə sual işarəsi qoymuşam. Bunu həll eləmişdim. Məndə də -3 idi. -3 yox, -3-1 müəllimə. 3də 1 idi, hə. Bəli. Sadəcə bəzilərində cavab tapmamışam deyənə, ona görə sual Əmin işarəsi olmaq soruşsunuz, bəli, başa düşdüm. Hə, Əmin olmaq mən soruşsunuz, səhvəm, bəli. yox, yəni ki, mənim yöntəmim səhv idi, düz idi, onu bilmək istəyirdim. Bildim müəllimə, bildim. İndi mən sualların hamısını cavablanacağım, onu da biləcəksiniz doğru nətərdir. Hə, çox sağ olun. Müəlliməmiz sual deyəsin 9 vardı. Hansı müəlliməmiz demişdi? 9 Bəli. nə deyir müəllimlər? Y bərabər yuxarıda kök altında x kvadratı üstə gəl 15. Məxrəcdə x kvadratı minus 6x plus 20. Deyir, bu funksiyanın təyin oblastını tapın. Təyin oblastını tapanda biz baxırıq x hardadır. X bir burada kökün altındadır. Burada kvadrat üstə gəl olduğunu görə bura həmişə müsbətdir. Bura baxmağa ehtiyac yoxdur. Bir də burada məxrəcdədir. Məxrəc gəlin nə olmasın? 0 olmasın. Yəni x kvadratı minus 6x minus 20 gələk bura 0 olmasın. Düzdür? Belə. Mən də bunu həlləməyə çalışdım. Bu nəyin asıldı müəllimlər? Gördüyünün Diskriminant tapın görün bəlkə elə. Görün diskriminant tapın. Mənfi olacaqdı. 36 Hə, 36 Üstad. A-nın Mənfi önəmi eləyir. yoxdur. 36 çıxılsın 80 bu mənfidir. Bu o deməkdir ki, müəllimlər, bu tənin ümumiyyətlə həlli yoxdur. Yəni məxrəc heç vaxt 0 deyil. Onda belə çıxır ki, bura 0 olma şansı yoxdur. Onda belə çıxır bütün x-də bizim 15 həllimizdir. müsbət sonsuz. Mənfi 15 Demək, Yox, elə, yəni yox, onda yox. mənfi sonsuzluqdan müsbət sonsuzluğa olmalıdır da bunun Bəli, cavabı. A düzdür? variantı. Yəni yəni bütün x-lər üçün. Yəni bütün x-lər üçün surətdə müsbətdir. Məxrəcdə 0 deyil. Surət bax bura müsbətdir çünki kvadrat üstə gəlir 15-dir. Bura həmişə müsbətdir. Burada 0 olmalı idi. Qorxusu o idi ki 0 olmasın. O da deyir 0 deyil. Çünki diskriminant nədir? Mənfidir. Yəni bütün x-lər üçün nədir? Rus demişkən palojadır. Hesablamaq mümkündür. Yəni təyin oblastı mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Növbəti sualımız 16. Müəlliməmizin sualı. 16. Funksiyasının tərs funksiyasını tapın. Funksiyamız bizdə budur. Fx bərabər 1 bölünsün x plus 2 minus 1. Mən bunu iki cür eləyə bilərsiniz. Orta məxrəci gətirib eləyə bilərsiniz. Tərsini tapa bilərsiniz. Gəlin orta məxrəci gətirək. Bu formada yazaq. Mən dediyim kimi yazaq. Qəşəng onda. X plus 2-də 1 çıx x çıx 2. Yəni mənfi x minus 2. Yox, mənfi x minus 1. X plus 2. Demişdi burada neyini? Tərsini tapanda x-in əmsalı ilə sərbəst edin. Həm yerini dəyişir, həm də işarəsini dəyişirik. Yəni olacaq mənfi 2x minus 1, aşağıda x minus 1. Bunu belə saxlamırlar. Surətdə məxrəcdə bu x-in qabağı mənfi olduğunu görə mənfiyə vursaq olacaq nə? Surət x plus 1, aşağıda 1 minus x.
Xeyri saxlayıb mı, saxlamayıb mı? Biz də bilik. Surəti məxrəcə bölək. Tam işdən ayırmaq üçün surəti məxrəcə bölək müəllimlər. 2x plus 1'i bölək mənfi x plus 1'e. Onda bu mənfi x olacaq. Hani var mı orada mənfi x? Cavab yoxdur müəllimə. Mən də buna baxdım, cavab yoxdur. Müəllimə, Var. orada yerini Belə dəyişəndə eləmişdi, ikisinin məndə qabağında də mənfi. cavab çıxmamışdı. Elə bil ki, öz cavabımı tapa bilmirdim. Sizdə alındığı kimi alınmışdı məndə. Eğri bir almışsın hemen. Kendi de bir yolunu tapın. Aha. Bunun yerine y diyeyim, buna diyeyim x. Alacağım x plus 1 beraber 1 bölünsün y üstte gel 2'yi. Buradan y üstte gel 2 beraber 1 bölünsün x plus 1. Y beraber 1 bölünsün x plus 1 minus 2. Hangi misala bakırdık 16'ya. 1 bölünsün x plus 1 minus 2. Var da bir de B variantı. Buradan almaları yəqin ki ben bölmek lazım. Müəllimə, orada 2-nin yerini işarəsini dəyişəndə müsbət alınmır orada. Müsbət 2x minus 1 olmur. Harda Çünki müəllim? qabağında Burada bəli, işarə əks gedirsə də x-in qabağında mənfi var axı. müəllimə deyir, x'in qabağında mənfi deyir. Bu aşağı düşəndə müsbət olur da müəllimi. Hə, müsbət olur burada. Aşağıda, Hə, aşağıda. müsbət olur. Cavab vardı. Müsbət müəllimə, olur, B onda belə variantı, olacaq da. düzdür. Onda belə olur da. Mənfini atırıq B qabağa. variantıdır. 2x plus 1 bölünsün x plus 1. Bəli. Bunda böləndə eyni şey alır. Düzdür müəllimə? 2x plus 1'i bölək x plus 1'e mənfi sonra atarıq qabağa. 2 dəfə düşəcək 2x plus 2. Çıxanda qalır nə? Mənfi 1. Yəni bu olacaq belə. Mənfi 2 plus 2 minus 1 bölünsün x plus 1. Mənfini də vuranda olacaq müsbət 1 bölü x plus 1 çıx 2. Bəli, doğru cavab var. B variantı. B variantıdır. Mən də onu almışam müəllimə. Bəli, müəllimə cavabı. İki formada gedə bilirsiniz. Belə deyil, belə daha tez gedir amma belə deyil. Mən elə B cavabları ortaq məxrəcə gətirib müəllimə cavabı tapdım. Cavabdan tapmağı yaxşı yersin, amma müəllimə Gördüm, cavabdan həlləmək. ayırmaqda çətinlik çəkirəm, cavabları ortaq məxrəcə Heç gətirdim. müəllimə, ayırmaq vacib deyildi. Heç yox idi müəllimə. Elə bunu y bərabər 1 bölünsün x plus 2 minus 1 belə olanda daha tez tapmaq olur. Bunu atın sola. Ağaçlı bölməklə böldükdə bildim. Ağaç, yox, sonra ağaçlı bölür. Orta məxrəci gətirsiz ağaçlı böləcəksiniz. Onu gətirmişəm, o heç, hə. Belə Onları daha həll tez olacaq. eləmişəm, ora qədər gəlmişəm, cavabı Bəli, bəli. axtaranda. Bildim müəllimə. Sonra baxaq növbəti sualımız. 20. Təyin oblastı Funksiyanın soruşur, təyin müəllimə. oblastını tapın. Funksiyamız müəllimə dərəcəsi tek dərəcə olduğuna görə funksiyamızın dərəcəsi Mənfi də kökün alır, dərəcəsi müsbət də alır. mənfi tek ədəd olduğunu o demək ki, kökün altı mənfi də ola bilər, müsbət də ola bilər, sıfır da ola bilər, hər şey ola bilər. Hər şey ola bilər, yəni D variantı. 4 müsbət sonsuz. 22'de ama cüttü görsün yani cüt olanda ise bura Mən də böyük bərabər. üzrünü sayın. Amma orada cavablarla baxanda cavablarla üst-üstə gəlmir. Müəllim, mən D götürmüşdüm, müəllim B verib. Ona görə mən sual işarəsi qoyuram ki, yəni mən səhv, mən yəni nəyi düz başa düşmədim ki, bəlkə mən düz eləməmişəm. Mən də Bildim müəllimə, anladım, bildim müəllimə. Hə, yəni 20'de o görünə yaz cavablarda müəllimə. 20'de görünə yaz müəllimə. 20'de D yaz müəllimə, səhv baxmısınız. mən səhv baxmışam. Hə, olar. Bağışlayın. 20'de D yaz müəllimə. Mhm. Hə. Ola bilsin gözünüzdən qaçıb ya yerini dəyişik görmüsünüz, ola Hə, bilər. olar. Hə. Doğru cavab D-dir müəllimə. Hə, Baxaq. Növbəti amma 21'də olsaydı dərəcə cüt olduğuna görə bunu böyük bərabər sıfır götürəcəkdik, bəli. Növbəti sualımız 22. 22'yə baxsaq. Təyin oblastı yenə müəllimə. Dərəcə 3 olduğuna görə yenə bura mənfi sonsuz, müsbət sonsuzluq. Yenə C variantı. O 33'də baxsaq. Funksiyanın qiymətlər çoxluğu. Sonra müəllimə yadımıza salaq. Qiymətə çoxluğu deyən nə edirdik? Sonra müəllimə. İqtidarı tapırdıq da şeydir, nədir ona deyir. Eyni tapın. Hətta şey Eyni tapırdıq, müxtəsərlə mötərizə ayırırdıq. altında olanı tapırıq da.
Kök Otuz altdan üç. Mən çox mənfi. müəllimə, Orada törəməni kökən rahat müsbət bilirəm sonsuzluq burdan. yoxdur. Diskriminanta Baxıram müəllimə. baxırıq da, diskriminant mənfidir, yəni sıfırdan böyükdür, sıfırdan aşağıdır. Yox Böyük müəllimə, yox, qətiyyən, yox. Eni Sarı Niyə müəllimə, tapacaq. bax, sarı müəllimə, Məsələn, baxın burada qoydum. nə deyir? Baxın Bəli. müəllimə, diqqət edin. Qiymət deyir. Görürsüz, qiymət deyəndə diskriminant falan bizim işimiz yox diskriminantla. Yəni y-ları tapırıq da. Bəli. Yəni Hədə. nə edir müəllimə? Kökün altında da axı bu. Ay, Baxıram n ki, tapırıq da bəli. onu. Əgər Kök qollar altında yuxarıdırsa, müsbət bəli. sonsuzluğa qədər belə bir şey. Əgər qollar yuxarısa kök altında n-dən müsbət sonsuzluğa. O Yox, əgər yadıma. qollar aşağıdırsa sıfırdan kök altında n-ə. Düzdür? Yadınıza gəlir demişdik belə. Yadımda. Yəni biz n-i tapmalıyıq. N tapmaq üçün iki düstur var. Bir düsturunu tapa bilərsiniz. Hə də, ya 4 AC çıxılsın Eni be. Bəli. yerine Ya da belə də qoyanda yaza bilərsiniz müəllimə. müəllimə. X kvadratı plus Ya 4 da x plus müxtəsər 20. ilə. Bəli. Ya da onu yığmaqla, o Bəli. nədir onun adı? Tam Formulanı Belə, bax, yığmaqla belə. şeylə. Düzdür müəllimə? Tam Tam kvadrat kvadrata məlumatla, bəli. X plus 2-nin kvadratı Mən müəllimə törəmə plus ilə də çox gedirəm bunu. eləyə bilərsin müəllimə. Deməli, buradan tapa bilərsiniz. Təbii ki, bunun ən kiçik, bura n 16-dır. Kök altı 16-dan Dörd müsbət müsbət sonsuzluğa, yəni 4-də müsbət sonsuzluğa. Belə də törəmə ilə yaza bilərsiniz. N-i tapıb burada məsələn belə də yaza bilərsiniz. Bunu Törəmə ilə tapıb yerinə də qoyuram müəllimə. bəli, m-i yerinə yazırıq. Bunun əksiyi, yəni mənfi 4 bölünsün 2 vurulsun 1. O da mənfi 2-dir. Aparıb yerinə qoysun mənfi 2-ni. Bəli, törəməni tapanda əslində bu qiymət alırıq müəllimə, həmişə idi. Aparıb Ən yerinə yaxşı qoysun. qiymət variant, alırıq, ikisinin ən qiymətini yaxşı alırıq, variant bəli. eni tapmaqdır. Eni. Hər formada alır müəllimə. Baxır, kim necə istəyirsə. Yəni o biri Kim rüsum necə? gedir, amma endi konkret cavab alsın. Hə, yəni seçim müəllimi kim istəyir, necə istəyir edə bilər. Baxın növbəti sualımız. 36 olmalıdır 36, deyəsən. 36 bəli. Yenə qiymətə çoxluğu deyirsən Bəli, müəllimə. Qollar sıfır aşağı müsbət olduğuna sonsuzluq. görə Sıfır mı? buradan n-ə, kök altda n-ə. N-də tapsaq burada nədir müəllimlər? Burada əmsal tək əddə olduğuna görə buradan şeyini tapaq da müəllimlər. N düsturunu elə müəllimə dediyi kimi. En. 4 a s çıx b kvadratı bölünsün 4a. O da bizə nə verir? Mənfi 24 çıx 1 mənfi 4 mənfi 25 bölü mənfi 4 yəni 25 böl 4. Kök altında da olanda sıfırdan 5 böl 2'ye. Yaxlı cevaz 2 onda 5'e kimi bəli. Tamam doğrudur. Burada. Müəllimə, bir dənə zəhmət olmasa 35-dəki o Məsələn, işarələr nədir? Necə müəllimi bir-bir verin sual zəhmət olmasa? 35-dəki o F-lərin qabağındakı işarələri başa düşmürəm. Onu mən dedim də bəlmə. O proqramda düşürürlər, səhv düşür. Boş verin bunları siz. Səhv düşübdür, bildim. Proqramdan İndi bir düşür. dənə 35-ə baxaq da müəllimə. Baxaq. Deyək ki, olarsa fx tapın. 35'ə. Olarsa fx tapın müəllimə. Gəlin baxaq. Buna t deyək. Yəni 2x-ə bir t deyək. Onda x-lərində yerin t böl 2 yazacağıq. Yazıram buradan. Deməli f t bərabər 4 vurulsun x. X-in yerin t böl 2 yazırıq. Minus 6. Buradan alıram ki, bu x-a gedəcək qalacaq 2 t minus 6. Gözümüzə qəşik görünsün deyə mən t-nin yerinə x yazaq. Bildim. 2x minus 6. B variantı. Deməli, mürəkkəb funksiya kimi görən kimin həmişə t atmaq Əvəz istəyir. Bəli. Yəni buradakı ifadə məludur. Bax, burada nəsə bir mütəzənnisi nəsə bir şey varsa, bizdən axırda deyir mütəzənnisi bir dənə dəyişən olsun deyirsə mütləq əvəz eləyin. T yazın axırda yerinə t-nin yerinə x kimi eləyin yenə. Sonra nəyə baxaq müəllimlər sualı? Bir də neçə idi müəllimlər? 39. Təyin oblasını tapın. Bu funksiyada bilmirəm, nəsə anormal bir şey var. Bu ispat edir sıfır olur. Burada nə möhtərizə var müəllimə? İslah eləsən 0 qalır orada. Yox, belə ifadə olmaz, bu olmaz belə. Orada Bildim də, məsələsi. orada nə hamısını islah olub gedir də 0 qalır belə. Bu F müəllimə. bərabər 0 eləyir. Yox, Ola müəllimə. bilsin kök altında olsun. Bunlar X kök minus altında 2-nin. olmalıdır belə. Kök altında, bəli. Belədir. Sadəcə kök düşmüyor. Bu Cavab belədir 2 müəllimə. olur. Bəli. T variantı. Burada kökün altı x minus 2 böyük bərabər 0, yəni x böyük bərabər 2. Burada isə 2 minus x böyük bərabər 0, yəni
X kiçik Hı. bərabər 2. 2-dən İki. böyük bərabər, 2-dən kiçik Ancaq bərabər, o da iki. ancaq 2-dir. Bəli, D variantı. Çox güman kök altında olmaz, çünki belə ola Bəli, bilməz. müəllim, kök altında. Bəli. Növbəti sualımız 40. 40. Bu da müəllimə belədir. Baxırıq, deyir ki, funksiyanın təyin oblastını tapın. Neynəyək baxın müəllimə? Deməli, burada yazın, buradan bu. Bizim funksiyamız belədir, fikir verin. Deməli, y bərabərdir. Kök altında x minus 3'ün kvadratı bölünsün 9 minus x kvadratı. Gəlin baxaq müəllimə buradan. Bu 9 çıxı x kvadratın vuruqlarını ayıram. 3 çıxılsın x, 3 də gəl x. Bir də Modulun içərisində x minus modulda x minus 3. Düzdür müəllimlər? Burada müəllimlər nə edəcəm? Əlbəttə ki, bu x-a gedəcək. X-a getməsə də nə fərq var ki bunun? Bu istər nəfər gedir. Mən X-a bilmirəm, yəni. gedər müəllimlər. Müsbət mənfi bir qalacaq. Amma burada onun önəmi yoxdur axı. Müəllimə, burada məxrəcə baxırıq. Yəqin ki, sürət həmişə müsbət olur. Burada yox. X 3 olsa 0/0 alınır. Yenə təyin olunur müddət. 3 almaz. Yəni burada müəllim müddət 3 almaz, mümkün. çünki Bəli, heç bilməm. 3-ü də almır, mənfi 3-ü də almır, heç birini almır. Amma orada 2 dənə eyni cavab vardı. B-nin-C eynidir. X burada 3-ü də ala bilməz, mənfi 3-ü də ala bilməz. Çünki mən dedim, öncə bunu hesab aparmaq istədim, normal doğru deyil. Aparsam belə o nədir? O məxrəc 0 olmamalıdır. Cavab ikisi də mənfi. Bunun ikisini də ala bilməz müəllimlər. C variantı nədir? Yəqin belədir. Yəqin belədir. Çox güman ki, belədir. Mənfi 3 müsbət 3 İkisini də ala bilməz müəllimlər. Yəni bu ixtisar aparmırıq. Yəni təyin oblast deyəndə ümumiyyətlə işləmirik bir sözlə. Nə ola bilməz deyirik. Məxrəc 0 ola bilməz. Yəni belə deməli, y bərabər kök altında x minus 3'ün kvadratı, bu 9 çıx x kvadratı, yəni 3 çıxılsın x, 3 də gəl x. Düzdür müəllimlər? Bizə lazım kökün altı mənfi olmasın, yəni bura mənfi olmayacaq, bu heç. Bura 0 olmasın. Bura 0 olmaz, o da plus minus 3 deməkdir. Bura müsbət olmalıdır. Müəllimə, Aydındır 41-də müəllimlər? kəsişmə. Bəli, müəllim. 41-də kəsişməni götürürdük elə. 41'də bizə təyin obasını daxil bəli. Bunu oxşar yazmış. Təyin obasını kəsişmə götürürük. Toplama, çıxma, vurma desə kəsişməsini götürəcəyik. Bunların kəsişmə nöqtəsi mənfi 2 ilə 5'ə qədərdir. Həmədlərin sayı o da 6, 2, 8 dənə. Aydındır müəllimlər. Sonra nəyə baxaq? Sonra nəyə baxaq müəllimlər? Müəllimə, zəhmət olmasa qrafiklərdə bir dənə aşağı düşərdiniz, bir dənə sual var idi, onu aldıra bilmədim. Nömrəsini deyin. Bunlardan qabaqdaydı. Bir qrafik budur. Yox, topluda da var həmin sualda müəllimə, əziyyətə keçib yuxarı. Əlduq bu. Bax bu. Bu müəllimə bu tərəfdə Deyəmişəm bunu müəllimlər. Bir yazıq da. Deməli, fx funksiyasının jx funksiyası tərsdir deyir ha. Müəllimlərimizin bir deyir, harada f-lə j görsək bilək tərsdir. Yox. Tərs olduğunu deməlidir. Tərs o deməkdir ki, k-nın, j-nin aldığı qiymət f-in arqumenti olmalıdır. Aydındır? Yəni, bir deyək də, f-in plus 4 6-ya bərabər etməliyik. yəni, müəllimlər, f funksiyası arqument 0 olanda nə olur? 6. Onda belə çıxır ki, bura nə olmalıdır? Ya da belə deyək də müəllimlər. Niyə edirik? Belə deyək də. Bunun qiyməti onun təyin oblastıdır. Tərsini bunun təyin oblastına daxil olmalıdır. Yəni f-də 0-a baxırıq. F 0-da 6-dır. Bunun aldığı cavab bunun neydi? Argumentidir. Yəni k üstə gəl 4'dür. Buradan k bərabər 2 alırıq. Və yaxud da belə yaza bilərsiniz. Qulağın bura qataq o tərəfə. Buradan. Alacağım k üstə gəl 4 bərabər j-nin tərsi 0. J-nin tərsi də elə bizdə f deməkdir də. Yəni f 0.
Yani bunu yerine yazdım f0. Çünkü tersi f'tir. K üste gel 4 beraber f0. Bu da bildi ki 6D. K üste gel 4 6'dır. Yani K2'dir. K2'dir ama bize K2 yoktur maalesef. Cevap yoktur. Bəli, müəllimə, yox idi ona görə. Hı. Yani bir grafikten bak diyebilirsiniz. Bir de böyle yazabilirim benler. Tabii ki orada da grafik bakacak. Söz yok elbette. Başka var mı? Şimdi bunun yazması var mı benler? Mesela bunu. Bunun nömrəsi də yoxdur yazığın heç. Görün nömrəsi Xeyr, nə? müəllimə, 52. yazmamışdım. 52, bəli. 52. Hə. 52'ni yazan var. Şəkildə fx və j funksiyası bütöv şəxətlər jx mümkün budur. F bütövdə j qırıq-qırıqdır. Mənfi altdan 1'ə qədər təyin olunmuşdur. Verilmişdir. Fx kiçikdir jx. Bunu yazmışsınız müəllimlər. Gəlin indi yazaq da Şəfəq müəllimə. Madem yazmamışsınız, niyə səsiniz gəlmir? Nədən səsiniz gəlmir? Yox, vicdanım təmizdir. 50-yə kimi eləmişəm, 50-dən sonra çatdırmamışam, yalan deyərəm. Amma bayaqdan deyirəm kimin sualı var, heç kimin səs çıxmır. Kimin sualı var, heç Hə, kimin səs çıxmır. Etməyin tam müəllimə belə. səmimi. Hə. Madem yazmamışsınız, deyim müəllimə yazmamışıq, çatdırmamışıq və yaxud da yaza bilməmişik. Etməyin elə. İndi yaxşı sual PDF-ni verin, mən gözləyirəm açmamışam cavabı siz müəllimə, yazın. ona görə baxa bilmirik. Nəyə baxmamısınız? PDF-ni açmamışam indi. Dəftərdə dolub, o biri dəftəri gətirmişəm. Heç nə görmürəm. Hansın qalıb, hansı gedibdə. Hansı Hə. misalın olduğu belə yadımdan çıxıb burada. Amma bir Hə, o bilirəm müəllimə. ki, axırdakıları çox yazmamışam. Bundan sonra bax, eləmə, bax, tələb eləyirəm. Ev tapşırığını çalışın həmişə Hə, yazın. yaxşı. Mütləq yazmağa çalışın, yaz qurtarın. Yox, Ola bilsin, yaza axırları yaza bilməsəniz, bilməmişdim çoxu müəllimə. yaza bilmədiklərinizi suallarınızı verin, saxlamayın. Aydındır? Yazmadıqlarınız qalarsa Bəli. əgər, məsələn, hansı səbəbdən ola bilər də insanlıq haldır. Tək xeyir iş olsun, toya getdik, yazı çatıra bilmədik, nəsə bir şey. Onu da mütləq saxlamayın, mütləq yazı sorun, növbəti günlərdə yazın qurtarın. Heç bir şey saxlamayın. Saxlayanda o boşluq yaranır sonra. Qətiyyən saxlamayın. Buraya yığışmışıq nəyə? Öyrənməyə, düzdür müəllimlər? İndi öyrənməliyik ki, nədir? O bir daha qalmasın. İndi mənə deyin görüm, fx bu bütöv xəttdir. Yox, fx 40 40 xəttdir. xətti. Jx də bütöv xəttdir. İndi deyir, f hansı arada j-dən kiçikdir? Tapın mənə deyin. -6-dan müəllimə. Müəllimə, ürəyinizdə 0,neçəyə yazın. qədər Öncə yazın, baş vaxt verim. ağrıya. Öncə hər kəs yazsın özü. Yaxşı. Bir dəqiqə vaxt verim. Öncə hər kəs özü yazsın. Hər kəs yazdı müəllimlər. Şəfəq müəllimə, mən 6 alıram, amma burada belə cavab yoxdur. Baxarıq birlikdə. Çıxaq ki, bir 10 saniyə gözləyim, görüm hamı yaza bilirmi? Mən bir variant aldım müəllimə. Mən 15 olacaqdır. Mən də deyirəm, deyəm. Hamısında kiçik. Qiymətləri. Gəlin baxaq müəllimə. Deməli deyir ki, fx jx-dən kiçikdir. Yəni bu nə deməkdir? Yəni f-in qrafiki j-nin qrafikinin aşağısındadır. Aydındır müəllimlər?
Baxaq görək hansı arada F-in qrafiki J-nin qrafikindən aşağıdadır. Gəlin F-i mən qırmızı nə eləyim? J-ni də tutalım göyün eləyim. Belə. Baxaq görək. Bura yəqin ki, bunların toxunduğu nöqtəyə çox güman ki. Baxın görün. Bəli, mənfi də toxunur. Mənlər. Mənfi də toxunacaq. Yəni mənfi də eynidirlər. Bir də burada eynidirlər. Bizə deyir ki, F-in qrafiki J-nin qrafikindən aşağıda olsun. Yəni qırmızı xəttlər, göy xəttlərdən aşağıda olsun. Harda aşağıdır? Bax, buradan başlayır. Axıra qədər aşağıdadır. Bir dənə burada aşağıda deyil. Çünki burada bərabərdirlər. Düzdür müəllimlər? Hansı ədlərdə o? Mənfi 5-də, mənfi 4-də, mənfi 3-də, mənfi 2-də, mənfi 1-də yox. Çünki mənfi 1-də toxunurlar. Yəni eynidirlər. Yəni bərabərdirlər. Yəni F-in qrafiki ilə J-nin qrafiki bərabərdir. Amma sıfırda nədir? Sıfırda və birdə də eynidirlər. Sıfırda da fərqlidir. Aşağıda amma birdə də eynidirlər. Görürsünüz? Neçədən oldu? Bizə soruş cəmini. Cəmi olacaq nə? Mənfi 15. Yox, mənfi 15 eləmir. Mənfi 14. Mənfi 14 Mənfi tapdın, 14 amma deyil. mənfi 14 cavabı yoxdur Mənfi deyə mən 14 15 deyir. dedim. Belə də cavab yoxdur. Yoxdur deyə mən mənfi 1-i də Qrafiki götürdüm görüm düz müəllimə. çəkmişik. Qrafika biz səhv baxmışıq. Burada kəsmə nöqtəsi yoxdur, yox. Ayrı, aralıdır müəllimlər. Toxunmur ki müəllimə. Şəkildə pişikdən aralı olmalıdır. Toxunmur, yox, mənfi 1 var. Ona görə mənfi 15 götürdüm. Mənfi 1, bəli, mənfi 1, bir də 0. Cavabımız 15, 0 da var, ha. Şükür. Bəli, burada baxdım, diqqətlə toxunmur, yox. Diqqətlə baxdım, yox, toxunmur. Aşağısındadır. Aydındır müəllimlər? Hə, bəli. Bura baxım. Yox, toxunmur, aşağıdadır. Müəllimlər, 15, mənfi 15. Aydındır. Başqa nə sualınız vardı müəllimlər? Var mı sual? Mən 50-dən sonra eləməmişəm, yalan deyərəm. Keşke eləsəydiniz müəllimə. Çünki mən gələn dəfə növbəti dərs keçəcəm inşallah. Hə, yox, onsuz da bugün işləyəcəm, nətər olsa. Sadəcə çatdırmamışam, yalan deyərəm. Evə nə verirəm? Bunların hamısını yazmışam qalanlarına. Hamısını Baxıram ki yazmışam, bəli. Amma 58 uzundur deyəsən, onu yazmamışam. tamamlayın. Hamısını tamamlayırsınız. Həftənin inşallah ikinci günü. Mən dərsimizdə ikinci gündə sizə. Birinci gün o bir qrupda. İkinci qrup. İkinci gün sizsiniz. İkinci gün suallarınızı öncə cavablandıracağım. Suallarınızı mənimlə müzakirə qrupumuz var. Orada da bilərsiniz. Qarşılıqlı müzakirə edə bilərik. Yəni orada da yaza bilərsiniz. Oradan da alınmasa qrupda mən izah edəcəm dərs vaxtı. Daha sonra inşallah trigonometriyanın xeyirli olsun. Trigonometriya. Bölməsini başlayırıq. Onun inecmələr ağır bölmədir. Onu çalışacaq hissəsi yox. Yenə ki, tam mənimsəyə bilək. Aydın İnşallah. müəllimlər. İnşallah. 58 demişdiniz müəllimə. 58 demişdiniz deyəsən. Bəli. Hə, məsələ uzundur. Bunun oxşarı deyəsən kitabda Məsələ olmalıydı. uzundur deyə baxmamışam. Gəlin bir Ya, də baxaq Baxmışam, buna. yazmışam, onu yazmayın. Baxmışam müəllimə, o bilet məsələsidir. Hə, hə, asan bilet. desində. Hə, yazmışam. Asan desində. Bunlar Yazmışam, sanmışlar. yazmışam. Hə, vəssalam müəllimə. Hə. Deməli, yeni ev tapşırığımız nə oldu? Nə varsa, nə qədər Bütün sınaqlarınızı sınaqları tamamlayırsınız. bitirmək. Bəli. Və müzakirə qrupunda suallarınızı atarsınız, qarşılıqlı müzakirə edərik. Yerdə qalanda inşallah dərs vaxtı izah edəcəm. Oldu müəllimlər? Yaxşı, çox sağ olun Şəfəq Sağ müəllim. Çox sağ olun. olun. Gecəniz xeyrə qalsın. Görüşərik. Xeyrə qalsın. Gecəniz Gecəniz xeyrə. inşallah. Sağ olun müəllimlər. Gecəniz xeyrə qalsın.